Salam. Bu gün sizə çox ləzzətli çiyələkli piroq resepti təqdim edirəm. 3 ədəd böyük ölçülü yumurtanı 150 qram şəkər tozu ilə ağarana kimi çırpıram. Üzərinə 120 qram əridilmiş yağ əlavə edib yenidən 20-30 saniyə çırpıram. 200 qram una 1 çay qaşığı qabartma tozu əlavə edib qarışdırıb, hazırlanmış kütlənin üzərinə əlavə edib yenidən çırpıram və biskvit hazır olur. 400 qram doğranmış çiyələyin üzərinə 2 xörək qaşığı nişasta əlavə edib qarışdırıram. Diametri 24 sm olan formaya biskvitdən xəmirini yığıb, üzərinə çiyələkləri hamarlayıram. 2 xörək qaşığı un, 2 xörək qaşığı şəkər tozu və 30 qram yağdan umaç hazırlayıb çiyələklərin üzərinə səpirəm. Piroqu öncədən isidilmiş 180 dərəcəlik sobada təxminən 25 dəqiqə bişirirəm və hazır olur.